Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Arif olan nakam gitmez bu dünyadan, bu dünyadan. Arif olan nakam gitmez bu dünyadan, bu dünyadan. Değerli dostlar, değerli tamaşaçılar, salamlıyorum sizi. Bugünkü söhbətim de yine güzel, değerli aktörümüz, ben deyərdim ki, böyük aktörümüz Mikayıl Mirza hakkındadır. Bilirsiniz, Mikayıl Mirza hakkında danışmağa tekrar dönməyimin səbəbi mənim Mikayıl Mirza'ya olan, onun sənətinə olan məhəbbətimlə, sevgimlə bağlıdır. Çox sevirdim onun sənətini. Yadımda da o cavan, enerjili bir aktör idi və mən də yeniyetmə. Çox böyük vurğunluqla baxardım onun sənətinə, onu dinləyərdim, onu izləyərdim. Əlbəttə, gözəl aktörlər kifayət qədər idi, çox idi. Onun zamanında, o işlədiyi zamanda kifayət qədər var idi, amma ki, bütün o gözəl aktörlərin içində Mikayıl Mirza fərqli idi, özünə məxsus idi. Mikayıl Mirza ilə Mikayıl Mirza idi. Öz çılğınlığı ilə, öz fərqli performansları ilə, öz fərqli jestləri ilə, öz fərqli mimikaları ilə, öz fərqli davranışları ilə, hərəkətləri ilə Mikayıl Mirza idi. Öz obrazları ilə, özünə məxsus qirayəti ilə, özünə məxsus şeir demək, poeziya nümunələri təqdim eləmək qabiliyyəti ilə Mikayıl Mirza fərqli idi. Mikayıl Mirza əvəz olunmaz idi. Qeyri-adi idi Mikayıl Mirza. Mən onun sənətinin məhz o qeyri-adiliyini, özünü qeyri-adi formada təqdim eləmək bacarığını, poeziya nümunələrini, obrazlarını qeyri-adi, özünə məxsus, fərqli formada təqdim eləməklərini sevirdim. Mikayıl Mirza məndən ötürü əfsanə idi. Mikayıl Mirza məndən ötürü nağıl idi. Mikayıl Mirza məndən ötürü həqiqət idi. Mikayıl Mirza məndən ötürü bir yaradıcı bir mənbə idi. Bir ocaq idi, yaradıcı bir ocaq idi Mikayıl Mirza. Heç kimə bənzəməyən, fərqli, özünə məxsus Mikayıl Mirza idi. O bir əfsanə idi, gəldi və getdi. Çox təəssüflər olsun ki, Mikayıl Mirza çox erkən getdi, cavan getdi. Çox da yaşlı deyildi Mikayıl Mirza həyatını dəyişəndə, dünyasını dəyişəndə. Çox heyfsilənmişdim Mikayıl Mirza'nın belə tez dünyasını dəyişməyinə. Çünki dediyim kimi onun sənətinin vurğunu idim. Mən onu, Mikayıl Mirza'nı özümə mənəvi müəllimim bilərdim. İzləyərdim onu, addım, zərrə, qarış. İzləyərdim onu, Mikayıl Mirza'nı. Bütün tamaşalarını və bütün demək olar ki, özünə məxsus təqdim elədiyi poeziya nümunələrini fərqli idi doğrudan da. Heç kimə bənzəmədi Mikayıl Mirza. Özünə məxsus gəldi və getdi.
Mən təkrar edirəm onun keçən dəfə, ötən dəfə səsləndiyim Döz birazca da döz şeirini təqdim edəcəm bugün. Çalışacağım ki, onu ötən dəfəki təqdim elədiyim həmin o şeirdən fərqli təqdim edeyim indi. Çalışacağım ki, bu belə olsun, fərqli olsun. Bilmirəm ona nə dərəcədə nail olacağım, olmayacağım, ola bilməyəcəm, bilmirəm. Amma bunu edəcəm. O şeiri özü də sevə-sevə təqdim eləmişdir. Mikayıl Mirzə rəhmətli, gözəl sənətkar. Mən bir daha deyirəm ki, mənə elə gəlir ki, onun elə bir şeiri var idi. Hər halda mənim bildiyim odur ki, onun bir şeiri var idi. Özü də sevə-sevə onu təqdim eləmişdi və Xumar Qədimov da onu oxumuşdu özünə məxsus gözəl bir səsini. Həmin o dediyim o şeiri təkrar bir də təqdim edirəm sizə. Qulaq asın. Çox xahiş edirəm sizdən. Yeni təqdimatda, yeni rakusdan, yeni baxışla mümkün qədər çalışacağım təqdim edeyim. Çalışacağım ki, o birisindən fərqlənsin və yeni olsun sizin üçün. Baxın, xahiş edirəm sizdən. Bir baxın görün, alınıbmı, yoxsa alınmayıbmı? Mümkün qədər çalışın, öz şərhlərinizdə, öz rəylərinizdə, fikirlərinizi bildirin. Görün, nə dərəcədən alınıbdır. Mən indi gözəl, böyük aktyor Mikayıl Mirzənin bu gözəl şeirini, bu içindən, daxilindən püskürdüyü od şeirini, vulkan şeirini sizə təqdim edirəm. Çalışacağım ki, təbii ki, yeni olsun. Buyurun, eşidin dəyərli dostlar, dəyərli tamaşaçılar. Təşəkkür edirəm sizə göstərdiyiniz hər cürə diqqətə görə. Mikayıl Mirzə, Döz. Göz yaşı axıtdım giləsi dəndən. İlahi, dən bitdi bu dəngilədən. Barı həm bəhəri getdi dəldən. Birazca da döz, 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 döz. Birazca da döz. Nə qədər sürəcək bu vəhşət, aman, əlindən haraya qaçaq, ay zaman, aman istəyənə vermirsən aman, elə döz deyirsən, birazca da döz, birazca da döz, 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 birazca da döz. Gözün görə-görə danıldı haqqın, neçə yol qurbanı oldun haqqın, bərk tut ətəyindən tutduğun haqqın, birazca da döz, 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 birazca da döz. Döndü arzuların qanatsız quşa, her addım başında çırpıldı daşa, çırpına çırpına yaşa ha yaşa. Birazca da döz, birazca da döz. Bu səbrin, dözümün yok mudur sonu? Ömür qaça qaçda, kim qovur onu? Mikayıl, sinene Azrail qonub. Birazca da döz, birazca da döz. Mikayıl, sinene Azrail qonub. Birazca da döz, birazca da döz, birazca da döz, birazca da döz.